Salam aleykum, hər vaxtınız xeyir. Qaroça, bugünləri yolumuz Belarusun Minsk şəhərindən çox uzaq olmayan bir kəndə olacaq. Sizlərə burada olan kənd həyatını, insanların necə yaşadığını onları çəkib göstərəcəyəm. Daha doğrusu bir yaxın dostumun ailəsi var, o bizləri qonaq çağırıb gedirik ora. Hazırda biz vağzaldayıq və gedirik dəlişə. Yolumuz qatarla olacaq, yaxınlaşırıq vağzala. Belarusda ümumiyyətlə redki belə hava olur. Bugünləri 30 dərəcə isti var çöldə. Hal-hazırda Minskdə olan havanı dedim sizə və bildiyimə görə gedəcəyimiz o kənddə hava buradan biraz daha çox istidir. 30-35 dərəcə olma ehtimalı daha çox. Biz artıq hansı ki bizim aparacaq olan qatarın olduğu yerə qalxırıq. Təxmini 10 dəqiqədən sonra bizim üçün ayrılan poyezd hərəkət etməyə başlayacaq və burada belə bir obstanovka. Gözləyirik öz qatarımızı. Qaroça, köhnə bir tipli poyezd gəlib bizə. Çox təəssüf ki, yenisi ilə rastlaşmadıq bugün. Hardasa təxmini olaraq 2 saatlıq yolumuz var və biz davam edirik. Sizlər isə izləməkdə qalın. İlk baxışdan biraz darıxdırıcı gəlsə də, amma həqiqətən maraqlı bir iş. Nakoniec-to biz artıq qatardan endik, bunu yola salırıq dəlişə və meşənin içi ilə yolumuza davam edəcəyik. Bəli, Verxa adlanan bir kəndin qatar yolu stansiyasında biz artıq endik və yolumuz gördüyünüz bu meşələrin içi ilə davam edəcək. Etajist. Qaroça, davam edirik. Belə bir yollarımız var. Tam meşəliyin ortası ilə yerdəki gördüyünüz kimi qumluq. Havanın temperaturu 32 dərəcə.
Kapets. 40 dəqiqəlik belə bir yolumuz var. Gedək dalşı. Deməli, biz davam edirik, yolun yarısına gəlmişik. Hansı ki, xəritədə mən sizə hal-hazırda göstərirəm. Deməli, bu meşəliyin içərisi ilə biz davam edirik. Yolumuz Cel yazılan həmin bu kəndə doğru gedir. Yəni, gördüyünüz kimi ətraf ərazilərdə ümumiyyətlə heç bir yaşayış, ev, ümumiyyətlə heç bir şey yoxdur. Onu da qeyd edim ki, bu meşəliklərdə fərqli heyvanlar, ayı, canavar, göl donuzları və s. kimi digər heyvanlar yaşayır. Ümid edirəm ki, rahatlıqla gedib çatmalı olduğumuz mövqeyə varacağıq. Getdiyimiz yoldakı belə bir yoldur. Bunu qeyd edim ki, hava çox istidir. Getmək artıq biraz yavaş-yavaş çətinləşir. Bundan əlavə olaraq yolun artıq yarısını gəlmişik. Ətraf ərazi isə gördüyünüz kimi yalnız meşələrdən ibarətdir. Heç bir yaşayışın olmadığı, ümumiyyətlə heç bir insan tapılmadığı unudulmuş köhnə bir yola davam edirik. Artıq çatmaq üzrəyik, çox az bir yolumuz qalıb. Buralarda meşələri sökərək meşənin içərisi ilə fərqli belə yollar saldılar. Yəni bu kəndə əslində tamam başqa bir yerdən xod var, amma biz yeni atılacaq bu yolu seçdik. Həqiqətən də təbiətlə tək başına qalmaq insana tam fərqli hisslər yaşadır. Davam edirik, sizlər isə bizi izləməkdə qalın. Yine 40 dəqiqədir yol gəlirik. Karşımıza çıxan ilk nəqliyyat vasitəsi və ilk insandır. Həqiqətən şokdayım. Bu yolda ümumiyyətlə kimisə görəcəyim heç ağlıma gəlməzdi. Düşünürdüm ki, yalnız bir mənəm bu yolu istifadə edən, amma belə deyilmiş. Artıq qarşıda gördüyünüz şu açıqlıq yer kəndin girişidir. Yolumuzun üstündə burada belə bir məzar var. 41-45'te şəhid olan bir saldatın məzarıdır. Allah rəhmət eləsin. Nəhayət ki, uzun müddət gəldikdən sonra bu kəndin girişine çatdıq. Böyle bir giriş var və girişdə böyle bir köhnədən durma ev var. Yani tam köhnə bir Silsileri zamanının evlərini xatırladır buralar. Və biz devam edirik dalşı. Bizim gedəcəyimiz yerə hələ 10 dəqiqəlik yenə yol var. Ama qeyd edim ki, artıq kəndin girişindəyik. Yolumuzun üstünde bir tane çayla rastlaşdım. Burada yani cinmədən, sərinləmədən bu kəndə girmək məncə ağılsızlıq olar. Mən özüm kənd uşağı olduğum üçün belə şeylərə daha çox önəm verirəm. Dediyim həmin yer də burada.
güclü olması sebebiyle serinlemek fikrini aklımızdan çıkarırıq. Yəqin ki, bugün bu kənddə olduğumuz zaman bu çayın təmiz yerlərini tapacağıq. Bunu qeyd edeyim ki, xırda balıqlar üzür suyun üzündə. Baxın burada. Göstərə bilərəm. Tam balıq tutulası bir yer deyərəm sizə. Kəndin içərilərindəyik artıq. Gördüyünüz kimi burada asfalt yollar yox, hündür binalar yox. Sadəcə priroda və sakit həyat tərzi yaşayan insanların məkanıdır buralar. Evlər isə taxtadan bu qaydada belə bir kiçik məkanlar. Burada deməli millət yaşayış artıq gördüyünüz kimi də heç bir zabor, bağlı ərazilər falan yoxdur. Hər kəsin həyəti, evi göz qabağında və bir çox ərazilər, hətta setka belə yoxdur. Yəni kimlərin isə yaşadığı ərazilər bura bağ ərazisidir. Yəni belə bir yer həqiqətən qeyri-adi hisslər yaşadır insana. Bu kəndin əsas yerlərindən birindəyik. Gördüyünüz videodakı olan bu yer, bu kəndin tək və yedinli olan bir məktəbidir. Ətraf ərazisi isə gördüyünüz kimi bu cür belə bir boşluqlardan ibarətdir. Azərbaycandan fərqli olaraq həqiqətən çox fərqli bir yerdir. Burası isə gördüyünüz kimi bu məktəbin girişidir. Biraz sizlərə daha yaxından göstərəcəyim buranı. Və davam edirik dəyişə. Yolumuz kəndin tam mərkəzindədir. Orada bizləri nələr gözləyir, nələr olacaq, hər birini sizlərlə bölüşəcəyim. Burası isə kəndin 7 üstünlüğü qəbristanlığıdır. Yəni biz kəndin demək olar ki mərkəzlərinə yaxınlaşmışıq, amma evlər həqiqətən çox azdır. Burada belə bir qəbristanlıq. Devam edirik dəyişə. Burada yaşayan insanlar deyirlər ki, hansı ki kəndin digər hissəsində yaşayan uşaqlar var, insanlar var. Onlar hansı ki arxa tərəfdə qalan məktəb var. O məktəbə bu yolla gəlib gedirlər hər gün, səhər və axşam. Yəni həqiqətən biraz çətinliyi olan bir yerdir, amma təbiətinə görə həqiqətən burada yaşamağa dəyər. Çünki artıq 5 dəqiqədir biz məktəbdən sonra bu yol davam edirik. Hələ ki ətrafımızda ümumiyyətlə heç bir ev olmayıb. Qarşımıza çıxan ilk binadır bu, evdir. Belə sırf meşəliyin ortasında yerləşən bir kənd. Hal-hazırda buradayıq. Kəndin artıq sentrinə çatdıq. Burada uşaqlar futbol oynuyorlar. Привет! Как дела? Все хорошо? Как тебя зовут? Меня Султан Сулейман. Очень приятно. Играете, да? Все хорошо? Тебя как зовут? Просто спрашиваю. Я YouTube вкладываю тебя. Снимаю видео. Все, хорошую игру вам.
Burada deməli sentrdə balaca evlərlə yanaşı belə bir 4-5 mərtəbəli evlər də var. Hansı ki tam Sovet dövründən qalma bir evlərdir. Onu da qeyd edeyim ki, burada vaxtı ikən Sovet dövründə sırf hərbiçilər yaşayıb, hətta 1500 ailədən çox insanların yaşayış sürdüyü bir yerlərdir buralar. Biz isə davam edirik kəndin daha mərkəzlərinə. Kəndin balaca olan tək bir mağazinə gəlmişik. Burada insanların geyimlərini siz görürsünüz də yəqin ki. Tam fərqli geyimlərdə gəzirlər. Həqiqətən çox maraqlıdır. Тут, короче, дети бегают и коты тут разборкам пришли. Бегай, бегай! Hər şey öz keyfindədir bir sözlə. Bizə qalansa bolurqa. Çox sağlıqdır. Burada isə gördüyünüz kimi müharibədən qalan izləri hiss etdirən bir abidə var.